bugün spirtlər mövzusuna başlayırıq. Doymuş bir atomlu spirtlərin quruluşu, alınması, xəstələri tətbiqi, izomerli adlandırılması və sadə efirlər. Ümid edirəm sizin üçün yararlı videolar. Video başlamazdan əvvəl kanala abunə ol, video like atsa sevinərəm. Çünki bu mənim üçün çox önəmlidir. Gəlin o zaman başlayaq bir sualların izahına. Deməli, bax, bir atomlu ikili spirtin formulunu göstərin deyir. Bir atomlu ilə birli və yaxud da iki atomlu ilə ikili, bunlar ayrı-ayrı anlayışlardır. Baxın, indi aydınlıq gətirəcəm. Bir atomlu nə deməkdir? Yəni, bir OH var deməkdir. Ya da ki, birli, ikili, üçlü, bunlar isə başqa şeylərdir. İkili nə deməkdir? Yəni, OH birləşən karbon iki karbonla birləşsin. Gəlin baxaq. Bir OH olmalıdır və OH birləşən karbonda iki karbonla birləşməlidir. Gəlin birinci OH sayına baxaq. Baxın, D variantında 2 OH var. Biri burada, biri burada getdi. Y-də də yenə 2 OH var, getdi. A, B, C qaldı. İndi elə götürməliyik ki, OH birləşən karbon 2 karbonla birləşsin ki, ikili spirt olsun. A variantına baxın, OH birləşən karbon budur. Bu da özü 2 karbonla birləşir. İkinci sual. T140 dərəcədən böyük olanda, uşaqlar, yadınızda saxlayın, bu izopropil spirtidir. T140 dərəcədən böyük olanda isə alken alınır. T140 dərəcədən kiçik olanda isə sadə efir alınır. Deməli, 140 dərəcədən böyüksə alken, yəni N-lə bitən propen alınacaq. 3-də oldu A variantı, 2-də oldu A variantı. Üçüncü sual. Deyir, qələbinin suda məhlulu, məsələn, yəni kalium OH, natrium OH, üzərinə suda məhlulun gələndə yadınıza saxlayın, spirt alınır. Tamam mı? Spirtə məhlulunda alken alınır. İndi bizə suda məhlulda spirt alınacaq. Amma deyir, bir atomlu və ikili spirt alınsın. Düzdürmü? İkili spirt nə deməkdir? Yəni, OH birləşən karbon 2 karbonla birləşsin. Yadınızda saxlayın. Bu xlorları görürsünüz. Bu xlorların yerinə kalium dayanacaq. Yəni, kalium üzr sayın. Bu xlorların yerində OH dayanacaq və xlorla da kalium götürüb kalium xlor duzu alınır. Deməli, xlorun yerinə mən OH qoyuram. OH birləşən karbon budur və bu bir karbonla birləşir. Yəni, birli spirt alır. A getdi. Eyni şəkildə burada OH birləşən karbon bir karbonla birli spirt getdi. OH birləşən karbon bir karbonla birləşdi, getdi. OH birləşən karbon bu karbondur. Bu karbonda 2 karbonla birləşdi. Deməli, cavabım oldu D variantı. Dördüncü sual. Hansı sxem üzrə gedən reaksiyada su əmələ gəlməsin? Gəlin baxaq. Birincidən alınır, divinil alınır, su alınır, hidrogen alınır. Deməli, C4H6 bizim divinilimizdir. Bizdən alınacaq su H2O və alınacaq hidrogen. Deməli, su əmələ gəldi. B-dən də alınır uşaqlar. Baxın, bu OH, buradakı H-ı götürür, su alınır və eyni şəkildə bu efirləşmə reaksiyasıdır. Yəni, turşunun metil efiri alınır. Qarışqa turşusu parçalanır. Bu zamanda dəm qazı ilə, yəni CO ilə, karbon monoksidlə su alınır. Yanında da əlbəttə ki, biz bilirik, bütün karbohidrogenlər karbon qazı ilə su əmələ gətirir. Ancaq burada su yox, hidrogen ayrılır. Hidrogenlə natrium əvəz etmə reaksiyasına, yəni bu hidrogen yerə natriumlar olur və hidrogen qazı ayrılır. Baxın, bu alınır. C2, H5O natrium və H2 alınır. Yadınızda saxlayın. Yəni, su alınmadı. Doymuş bir atomlu spirtlərin ümumi formulunu göstərin. Doymuş bir atomlu spirtlər ya bu şəkildə olur ümumi formulu. CnH2n plus 1 OH ya da CnH2n plus 2 O. Deməli, cavabımız eləyər B variantı. İkisi də doğru uşaqdır. 6-cı sualda deyir ki, 11-12 litr etilini etil spirtinə çevirmək üçün, gəlin bunu burada yazaq. Uşaqlar, deməli, etilin alkendir. Biz bilirik ki, alkenlər, yəni C2H4 üzərinə su gələndə spirt alınır. Nə alınacaq? Etil spirt alınacaq. Düzdürmü? Yəni, alınır C2H5OH alınır. 11-12 litrdir. Buraya yazdım 11-12 litrini. Neçə qram su lazımdır? X qram su lazımdır. Amma biz bilirik 1 mol 22,4 litrdir C2H4'ün. Buna da 18 qram su lazımdır. X'imiz da eləyir yarısı, 18'in yarısı 9.
Hansı ümumi formula malik maddələr kuprum OH ilə reaksiya daxil olmur? Uşaqlar yadında saxlayın. Birli spirtlər daxil olmur. Yəni bir atomlu spirtlər üzrü sayın. Bir atomlu spirtlər daxil olmur kuprum OH ilə. Bu 3 atomlu A getdi. B 2 atomlu 2H var getdi. Ancaq C bir atomlu spirtdir. Deməli bir atomlu spirtlər kuprum OH ilə reaksiya daxil olmur. Hansı reaksiya dietil efirinin alınmasıdır? Uşaqlar, dietil efiri belə yazılır. Buradan yazın. C2H5 O C2H5 və yaxud da bunu açıb da yaza bilərsiniz. C2H5-i belə də yaza bilərsiniz. CH3 CH2O yenə eyni şəkildə CH2 CH3 İkisi doğrudur yəni. Yadınızda saxlayın. Biz bayaq dedik T 140-dan böyük olarsa o zaman alınar alkin. T 140-dan kiçik olarsa sadə efir. Düzdürmü? Bunu biz bayaq dedik, qeyd elədik. İndi sadə efir almağını istəyirəmsə əgər mən T 140-dan kiçik olmalıdır. D variantını götürərik. Amma B variantından nə alınır? Alkin alınır. Hansı reaksiyadadır etanol alınmasın? Gəlin baxaq bir variantları. Bu aldehiddir. Aldehidin üzərinə hidrogen gələndə birli spirt alınır. Birli spirt də etanol. Bəli, birli spirt etanol. Yəni bu alınır. Etanol necə yazılır? CH3 CH2 OH. Eyni şəkildə bizə alkinlərin üzərinə su gələndə də spirt alınır. Yəni etanol spirt alınacaq burada da. Hidrogen birinə, OH da birinə birləşir, pi də qırılır. Dedik, kalium OH-ın suda məhlulun gələndə spirt alınır. Kalium bromu götürür və bromun yerinə OH dayanır. CH3, CH2, OH olur yenə. D variantında da CH3, COH-la, CH3, CH2, OH. Yəni həm turş alınır, həm də spirt alınır. Yəni spirt də etanol da alındı. CH3, CH2, OH. İndi baxın, amma kalium OH-a spirtdə məhlulun gələndə alken alınır. Deməli, kalium OH-ın suda məhlulun gələndə spirt alındı, etanol. Amma spirtdə məhlulun gələndə nə alındı? Alken. Kalium bromu götürür, kalium brom. OH da buradakı hidrogeni götürür uşaqlar və etilen alınır, yəni alken alınır. CH2, 2 xət. CH2. Bir də nə alındı? Kalium brom. Bir də nə alındı? Bir də alındı su. Deməli, etanol alınmadı. Alınmadı. Y variantında alınmadı. Etilin alındı. O zaman nə alınır? Alkin alınır. Hansı maddə normal şəraitdə mayedir? Uşaq yadınızda saxlayın. Spirtlər karbon 12 olana qədər mayedir, ondan sonra bərkdir. Yəni, əksəriyyətdə spirtlərin nədir? Mayedir. Baxın, görün bizdə harada verib deməli C2H5OH deyib burada biz görürük ki, bu spirt normal şəraitdə maye halındadır. 11-ci sual. 2 metil propenin hidratlaşmasından hansı maddə alınır? Gəlin yazaq. Silin lövhəni. 2 metil propen deməli 3 karbonu çəkirik. İkincidən metilimizi çıxardırıq və alken deyirsə bir dənə 2 qat yazırıq və hidrogenləri tamamlayıram. CH2 CH3. Hidratlaşma deməkdir, yəni üzərinə su gəl deməkdir. Və bu zaman biz demişdik, nə alınır uşaqlar? Alkenlərin üzərinə su gələndə spirt alınacaq, düzdürmü? Və pi qırılır əlbəttə ki. Pi qırılır, pi qırılanda hidrogen çoxa gedir. Yəni, baxın, bu pi hissəsini görürsünüz və bunun üzərinə su gələndə hidrogeni çoxa gedir. Yəni, bura gələcək, olur CH3, pi qırıldı, karbon, OH da hidrogeni az olana gedir. Burada bir OH yazaq, sağını da bir CH3. Biz nömrələmə aparırıq. 1, 2, 3. Nə oldu deməli bizdə?
İkincidən metil çıxdı və ikincidən də OH çıxdı. Deməli 2 metil propanol 2 cavabımız Y variantı elədi. 12-ci sual. İndi deyir propileni hidratlaşdır. İndi gəlin biz propilenin üzərinə nə gələk? Su gələk. 3 dənə karbonu düzürəm. Birindən 2 qat çıxardaq. Bu eləyir H2, bu eləyir H, bu da eləyir H3. Üzərinə də suyu gəlirik. Hidrogen P-də hidrogeni çox olan hissəyə, yəni birinciyə CH3, bura CH, aşağıya bir OH, düzdürmü? Sağa da CH3. Deməli, hidrogenin çoxa, OH da hidrogeni aza gəldi. Nömrələyirəm 1, 2, 3. Nə oldu deməli bizdə? OH neçəncə çıxdı? İkincə. Deməli, propanol 2. Cavabımız elədi 12-də C variantı. 13-də deməli, biz spirt görürük, düzdürmü? İndi deyir ki, qatı sulfat turşu iştirakı 180 dərəcədə. 180 dərəcə T140-dan böyük deməkdir. Deməli, 180 dərəcə T140-dan böyük deməkdir. Deməli, bizdə nə alınır? Alken alınır. Və alken alınacaq, düzdür? Elə cavabımız deməli B variantını göstərib, amma biz birdən yazaq. Bu zaman 4 karbon çəkirik deməli. 1, 2, 3, 4. İndi baxın, bu OH hidrogeni az olanla OH deməli biləşən karbonda qonşu karbonlara baxırıq. Hidrogen hansında azdırsa ondan götürür, tamam mı? Baxın, burada 2 hidrogen var, burada 3 hidrogen var. Deməli, buradan hidrogenimizi götürəcəyik biz. 2-də 1 olur. Deməli, onda bura bir dənə 2 qat çəkməliyəm mən. Heç nə tamamlayırıq indi. CH3. Burada bir CH. Bu da oldu CH3. Adlandıranda nə olur? Buten 2. 14-də yenə həmin qaydadadır. Baxın, 180 dərəcə 140-dan böyükdür. OH biləşən karbon hidrogeni hansı azdır? Bu az. Deməli, bura 2 qat düşəcəkdir. Deməli, onda 4 karbon çəkirəm. 5 karbon çəkirik. 4, 5. 1, 2, 3-cü. Bura 1, 2 qat çəkirik. Adlandıranda da olur nə? Penten 2. Çünki sıralamanı belə aparırıq. 1, 2, 3, 4, 5. İkincidən çıxdı 2 qat. Penten 2. Cavabımız evet A variantı. 15-də ikili spirtin formulunu göstərin. Aha, ikili spirt deyir. 2 atomlu spirt demir. İkili spirt nə deməkdir? Yəni, OH birləşən karbon 2 karbonla birləşməlidir. Gəlin, baxaq. OH birləşən karbon budur və bu da bircə dənə karbonla birləşib. A getdi. OH birləşən karbon budur, bu da bir karbonla birləşib getdi. OH birləşən karbon budur, bu da bir karbonla birləşib getdi. OH birləşən karbonumuz budur, bu da özündən 2 xət çıxıb, gördünüzmü? 2 dənə karbonla birləşsə, deməli bu ikili spirt oldu. 16-da CNH2 plus 2O tərkibli birləşməli 2 molun kütləsi 120 qram olarsa, N-i hesablayın. Gəlin hesablayaq. Deyir 2 mol neçə qram olsun? 120 qram olsun. Yazıram. 2 mol 120 qram olarsa 1 moluna deyir, onda x. Yəni 1 moluna görə tapaq da, düzdürmü? X-imiz da eləyir buradan 60. İndi gəlin bu verilənin MR-ni tapaq uşaqlar. Bunun MR-i də eləyir 14N üstə gəl 18. Bərabər eləyirik 60-a. N-imiz də buradan çıxır, deməli 3. O da eləyir cavab B variantı. 17-də 0,5 mol etil spirtin dehidratlaşmasında neçə litr etilin alınır? Biz demişdik ki, alkenlərin üzərinə su gələndə spirt alınır, spirtdən də su çıxanda nə alınır? Alken alınır. Yəni su çıxmaq dehidratlaşmaqdır, tamam mı? İndi baxın.
C2H5OH da düzdür. Bunu dehidratlaşdırır. Bundan su çıxır. Nə alınır? Alkin alınır. Yəni C2H4 eten alındı. İndi deyir ki 0,5 mol. Gəlin buraya sax 0,5 mol. 0,5 molundan X litr alınırsa 1 molundan nə qədər alınır? Bəs 22,4 litr. Düzdürmü? 0,5'in x ise 1 moluna 22,4 litrdir. X'imiz da buradan eləyir deməli 11,2 litr. Cavabımız 17-də A variantı. 18. Burada isə bizə nə istəyir? Burada isə bizə deyir ki, neçə mol su lazım olar. Aha, eyni qaydadadır. Onda da yenə 0,5 mol. Çünki 11,2 ilə 0,5 mol deməkdir. 1 moluna da 1 lazımdır. 19'da deyir ki, spirт molekulundan suyun ayrılması necə adlanır? Suyun çıxmağı uşaqlar, biz dedik də hidratlaşma, yəni dehidratlaşma. Suyun üzərinə gəlirəmsə hidratlaşmadır, su ayrılırsa dehidratlaşmadır. Cavabımız eləyir D variantı. 21'də yenə suyun ayrılması deyirsəm, yenə dehidratlaşma. Suyun birləşməsi deyirsə, hidratlaşma. 21'də də cavabımız elədi Y variantı. Gəl 22'yə baxaq. Etil spirtinin bir molekulunda neçə hidrogen atomu var? Etil spirti uşaqlar necə yazılır? C2, H5, OH yazılır. Düzdürmü? Və neçə hidrogen var? Bu da 5, üstünə 1 gəlirəm, 6. Gəldik 23'ə. Deyir, hansı maddə spirti? Uşaqlar, spirtlər necə yazılırdı? Sen, H2 plus 1, OH. OH axtarırıq biz, düzdürmü? OH da deyil B variantında metil spirti. Bir atomlu spirti. Yəni biz burada bir dənə OH görməliyik. Görürsünüz B variantında 2 dənə OH var, B getdi. C variantında 1, 2, 3 OH var, getdi. Y variantında 2 OH getdi, D variantında 2 OH getdi. Qaldı cavabımız A variantı. Etil spirti. Qeyri-simmetrik sadə efiri göstərin. Qeyri-simmetrik nə demək? Yəni simmetrik nə deməkdir? Eyni. Yəni eyni şeylər olsun tərkibində, eyni radikallar. Simmetrik olmayan müxtəlif radikallar göstərməliyik. Baxın, dimetil nə deməkdir? 2 dənə metil, yəni eyni radikaldır. Sonra diizopropil efiri, yəni 2 dənə izopropil var, eyni radikallardır. Ancaq Y variantına baxın, 1 metil, 1 izopropil, 2 müxtəlif radikalımız varsa, bu artıq qeyri-simmetrik oldu. 26 simmetrik istəyir bizdən. Baxın, metil, etil. Müxtəlif, qeyri-simmetrik. Sonra metil izopropil, müxtəlif. Ancaq D variantına baxın, dietil. Yəni 2 dənə etili var demək. 2 dənə eyni radikal, bu simmetrik deməkdir. 27. Hansı spirt çaxırın əsas tərkib hissəsidir? Uşaqlar, çaxırın əsas tərkib hissəsi etil spirtidir. Bunu da əzbərləməliyik. Deməli, çaxırın əsas tərkib hissəsi etil spirti olur. 28-də araq içkisinin əsas tərkib hissəsi, uşaqlar, bu da eyni şəkildə etil spirti. Çaxır, araq içkisinin əsas tərkib hissəsi etil spirti olur. 29'da nə deyir? Üçlü spirt deməkdir. Üçlü spirt o deməkdir ki, 3 atomlu demir, üçlü spirt deyir. Yəni 3 dənə OH axtarmırsınız burada. Burada nə axtarırsınız? Burada OH birləşən karbon 3 dənə karbonla birləşməlidir, onu axtarırsınız. Baxın ilə variantına. OH birləşən karbon bu karbondur. Bu da özü 3 dənə karbonla birləşib. Gördünüzmü? Elə cavab A variantı. Amma B variantına baxın. OH birləşən karbon budur. Demin A burada bir xətt, burada bir xətt, burada bir xətt, 3 xətt. Xeyr, karbon sayına baxın. Yuxarıdakı hidrogenlə birləşib. Buna baxmırıq. D bir burada, biri burada. 2 karbonla birləşib. Bu ikili spirtdir. B getdi. Sonra eyni şəkildə C-yə baxın. Burada hidrogen çıxar. Nə olsun ki? Amma 2 karbonla birləş baxın. Biri burada, biri burada. Karbon sayına baxırıq. Getdi. Ümumiyyətcə bu heç 3 atomlu spirtdir. Bunu da çıxardırsınız. Y variantına baxın. 1 karbonla birləşib. OH birləşdiyi karbon budur. Bu da 1 karbonla getdi.
30-cu sualda deyir, etil spirtini qapalı otaqda yandırdı. Havadakı hansı qazın miqdarı artır? Havadakı qazın miqdarı nə vaxt artır? O qazdan əmələ gələrsə artır. Biz bilirik ki, spirt yananda karbon qazı və su alınır. CO2 və su. Deməli, nələr alınırsa, onlar artmalıdır. CO2 alınırsa CO2 artır, su alınırsa su artır. İkisi də alınır, deməli ikisi də artır. Variantlarda da karbon qazını verir. Sonra 31-də deyir ki, azalsın. Azalma nədir? Yəni, nə sərf olunursa, nə reaksiya girirsə, o sərf olunur deyə azalır. İndi yananda üzərinə oksigen gəlir də, deməli, reaksiya girən oksigen deyil, oksigen də azalır. Baxırıq 32-ci suala nə deyir? Deməli, baxın, burada biz metil spirti görürük, kütləsini 32 verib, etanolla propanolun kütləsini istəyir. Uşaqlar, baxın, etanol necə yazılır? C2H5OH, düzdür. Metanol necə yazılır? Düzü deyib, CH3OH. Bunlar arasında nə qədər fərq var? Bir karbon, düzdürmü? Və bir karbon, yəni CH qədər fərqlənirlər bir-birlərindən və 2 hidrogen arasında fərq var, düzdür? Deməli, biz onda belə nəticə çıxır ki, metanolla etanol arasında CH2 qədər fərq var. Eyni şəkil etanolla propanol arasında yenə CH2 qədər fərq var. CH2-nin kütləsi nə qədərdir? 14. Deməli, 32-nin üzərinə 14 gəlirik. Bunun kütləsi elir 46. 46-nın üstünə 14 gəlirik. Bu da elir 60. Cavabımız elədir Y variantı. 33-də yenə etil spirtlə propanol arasında yenə CH2 qədər fərq var. Propanolla butanol arasında yenə CH2 qədər fərq var. Desək ki, məsələn, etanolla butanol arasında nə qədər fərq var? Onda 2 CH2 qədər fərq var deyəsiniz. Deməli, 46-nın üzərinə yenə biz 14 gəlirik, eləyir 60. 60 üstünə 14 gəlirik, eləyir 74. Cavabımız da elədir C variantı. 34-də hansı reaksiyalar doğrudur? Görürsünüz, burada nə göstərib? Alkenlər. Alkenlərin üzərinə su gəlir, nə alınır? Spirt alınır, düzdür? Görə hansı variantda qeyd olunub? Yenə burada etilen görürük. Üzərinə su gəlməncə etil spirt 1, düzdür? Etilen üzərinə su gəlir, bu da aldehid alınıb, bu səhvdir. Burada yenə propilen görürəm. Üzərinə su gəlirəmsə, nə alınıb uşaqlar? Propil spirt alınıb, deməli, bu düzdür. Deməli, 1 ilə 3 cavabımız elədir D variantı. Ancaq burada 4 səhvdir. 35-dir. En sadə karbon atomu, bir atomların ümumi formulunu istəyir. Deməli, dedik ki, ya CnH2n plus 1 OH olmalıdır, ya da CnH2n plus 2, o ikisini götürə bilərsiniz. Ya 1-dir, ya da 3'dür. Cevabımız elədir C variantı. Gəldi 36-ya. Molekulun 3 karbon atomu doymuş bir atomu spirtin. Deməli, 3 karbonu varsa olur C3, H7, OH. Bunu da emiri eləyir. 12-ni 3'ə vurur. Üzərinə 7 gəlib, bir də 10 üstünə 17 gəlib. Deməli, 36. Üstünə gəlir 7, bir də üstünə gəlirik 16, 17. Deməli, bu da bizdə eləyir 60. Metil etil efiri verir formülüsü. Bir dənə metil olmalıdır, bir dənə etil radikalı olmalıdır. Metil etil. Metil etil. Burada tipini də istəyir eyni şəkildə. Gəlin baxaq, 2 dənə metil var, bu səhvdir. Etil, propil, bu da səhvdir. Deməli, A, B, C arasında qaldıq, düzdürmü? İndi biz baxaq görək hansı düzdür. Deyib simmetrik sadə efir. Nə simmetrikdir? Biri metildir, biri etildir. A səhvdir. C variantı deyil mürəkkəb efirdir. Xeyr, bu sadə efirlərin formuludur. Onda cavabımız B variantı olur. Qeyri-simmetrik sadə efir. 38-ə gəlin baxaq. Deməli, metillə propil istəyir bizdən. Metildir, propildir, metildir, propildir, propildir, metildir. Ancaq burada propil etil var, burada etil propil var. Deməli, ya A, ya B, ya C. Və bunlar nədir? Qeyri-simmetrik sadə efirdir. Cavabımız oldu B variantı.
Doymuş bir atom alifatik spirtlərin homoloji sırasının 4-cü nümayəndəsi. 4-cü nümayəndəsi uşaqlar. Nisbi molekul kütləsini deyir hesablayın. Bir atom alifatik spirtlərin 4-cü nümayəndəsinin. Deməli, onda biz 4 karbon götürürük, düzdürmü? C4, H9, OH. Bunu deməli eləyir 74. Biz bayaq yadınızda C2H7OH-a 60 tapdıq. Üzərinə 14 gəlirik, eləyir 74. Həmçinin burada butanolu neçə tapdıq? 74. Bu nədir? Elə butanoldur adı. 4-cü nümayəndəsinin atomlarının sayını istəyir. Yəni C4, H9, OH-ın atomlarının sayı 4 üzərinə 9 gəlir. 13 üzərinə 1, 14 üzərinə 1, 15. Cavabımız elədir B variantı. 41. Tam yanma reaksiyası metil spirit oksigenlə hansı mol nisbətində reaksiya daxil olur deyir. Gəlin yazaq. Yanma reaksiyası deyir. Deməli biz üzərinə gəlməliyik. Oksigen gəlməliyik. Metil spirit oksigenlə hansı mol? Metil spiriti CH3OH. Üzərinə oksigen gəlirik, alınır. Karbon qazı və su. Əmsallaşdıranda bunun qabağına 2 düşür, bura 3 düşür, burada 2 düşür, bu da 4 edir. Bizdən nə ilə nə istəyir uşaqlar? Metil spirit oksigen hansı? Metil spiritlə oksigen. Metil spirit 2, oksigenimiz neçədir? 3'dür. 2, 3. Cavabımız C. İndi etil spiritini yandıraq. C2H5OH-ın üzərinə gələk oksigen. Alındı yenə karbon qazı və su. Əmsallaşdırıram. Bura deməli 3 düşür. Bura 2. Eyni şəkildə burada 3 düşür. Bizdə nə deyir? Etil spiriti oksigen. Etil spiritin qabağında 1, oksigenin qabağında 3. 1-dən 3 cavabımız elədir C variantı. 43-də baxırıq 43-ə deyir ki, deməli molekul kütləsi artsın. Molekul kütləsi artırsa əgər, o zaman qaynama temperaturu da, ərimə temperaturu da artır. Ancaq həll olma qabiliyyəti molekul kütləsinə tərs asılıdır. Artanda azalır. Yenə burada biz bilirik molekul kütləsi artanda həmişə izomer sayda nədir? Düz asılıdır, artır. Ancaq həll olma molekul kütləsinin tərs asılı. Artanda azalır. O da D variantında. 45'də en sayda karbon atomu olan bir atomlu alifatik spirtin nisbi molekul kütləsi hansı formula hesablanır? Nədir? Bir atomlu spirt, düzdür? Yəni formul nədir? CnH2n plus 1 OH-dır. Bunun emerini gəlini tapaq. Karbon 12-dir. Hidrogenimiz 2n plus 1, 1'ə vururuq, elə 2n plus 1 eləyir. Və OH-ın kütləsi neçədir? 17. Üzərinə də gəlirik 17. Deməli 14n üstə gəlir, elədir neçə? 18. Cavabımız elədir B variantı 45'də. 46'da deməlidir, hansı sxemlə spirt almaq olmaz. Uşaqlar, biz bilirik ki, natrium OH-ın suda məhlul gəlində spirt alınır, spirtdə məhlul gəlində alken alınır. Deməli, C variantı spirtdə məhlul gəlində spirt yox, alken alacaq biz burada. Gəldi 47-dir, hansı ifadə doğru deyil. A variantına baxın, deyir, etil spiritin katalizator iştirakı ilə yüksək temperatura dehidratlaşması, yəni su çıxması, dehidrogenləşməsindən divinil alınır. Bəli, düzdür uşaqlar. Demişdi C2H5OH alınır 425 dərəcə sink oksid alüminium CO3 ilə divinil su hidrogen. Yadınızda 4 karbon çəkirdik. Buradan da 2 qatları çıxırdıq. Divinil alınırdı. 2 vinil birləşib divinil əmələ gətirirdi. Asid aldehid hidrogenlə reaksiya daxil olduqda etil spirti
alınır. Bəli, uşaqlar, dedik ki, aldehidlər hidrogenləşəndə birli spirt, etil spirt də birli spirtdir. Butin birin turş müddəti su ilə əsasən ikili spirt əmələ gətirir. Gəlin yazaq. Buten 1-dir. Düzdürmü? Buten 1. 4 karbon çəkirik. Birincidən 2 qatını çıxartdıq. Hidrogenlərini tamamlayaq. CH2, H, CH2, CH3. Su ilə əsasən, deməli, üzərinə də su gəlirəm. H2O. 2 qat olan hissəyə baxın. Bura hidrogeni çoxa birləşir. Yəni, birinciyə birləşdirəm CH3, pi qırılır CH, aşağıya 1 OH, CH2, CH3 adlandırmağını istəmir. Spirt neçəlidir? Aha, OH birləşən karbon, görürsünüzmü? 2 karbondan birləşib, deməli, ikili spirt düzdür. D variantı etil spirti, dietil efirin izomeridir. Yazıram, etil spirti necə yazılır? C2H5OH, düzdürmü? Dietil efiri necə yazılır? Dietil efiri C2H5O, dietil dersə burada bir dənə C2H5 yazıram. Baxın, burada neçə karbon var? 2. Burada neçə karbon var? 2, 2, 4. Necə bunlar izomer ola bilərlər? Deməli, bunlar izomer deyil, səhv oldu. 8-ci suala. Deməli, deyir 448 litr karbon monoksidi normal şəraitli hidrogeni reaksiyasından 80% çıxımla neçə qram metanol almaq olar? Deməli, karbon monoksid CO-dur, düzdür. Hidrogeni reaksiyası üzərinə hidrogen gəldi və nə alınır? Metil spirti CH3OH. Deyir ki, 448 litr CO. Deməli, 448 litr yazıram CO-nun başına və deyir nə qədər metanol almaq olar? X qram. Ancaq CO 1 mol, yəni 22,4 litr olanda nə qədər CH2OH alıram? Kütləsini verib 32 qram. Buraya yazdım 32. Aha, bu öz qaydasında deməli, buradan X-imiz eləyir bizdə neçə? 640. Ancaq bizə deyir 80% çıxımla. Biz 640-ın da 80%-ni tapmalıyıq. 640-ı 80-ə vurub 100-ə bölürük. O da eləyir 512. Cavabımız elədi Y variantı. 49-da deyir ki, karbon, hansı karbohidrogen hidratlaşmasından əsasən 3 metil butanol 2 alınır. Biz bilirik ki, etil spirtlə üzərinə su gələndə spirt alınır, düzdür. İndi gəlin baxaq. Uşaqlar, burada cavab C variantı edir. Niyə? Gəlin göstərim. Biz bilirik ki, hidratlaşanda üzərinə su gəlir və suda nə var? Hidrogen və OH. Və bu zaman hidrogen 2 qat rabitədə, bax, çəkim dönəcək variantını. CH2 çıxar CH. Digərlərində yoxlaya bilərsiniz. Bu da nə oldu? CH3. Üzərinə su gəlirik, düzdür. Bu zaman 2 qat olan hissədə, bax burada. Hidrogen çoxa birləşir. Bax, burada hidrogen burada çoxdur. Deməli, bura birləşir, olur CH3. 2 idi, 3 oldu. Pi qırılır. CH-ı da bir dənə OH birləşdiririk. Qalanı da olduğu kimi köçürdürəm. CH, CH3, CH3. Düzdürmü? Və nömrələməni aparıram. 1, 2, 3, 4. Gördünüz, adlandıranda 3-cüdən metil çıxdı, OH da 2-cidən çıxdı və əsas zəncirdə 4 karbon var. Cavabımız elədi C variantı. Sonra 50-ci sualda deyir ki, hansı ifadə, hansı halda metil spirtin X maddəsi ilə reaksiya məhsulu doğru deyil. Uşaqlar, ümumiyyətcə, bəli, qarışqa turşusu üzərinə CH3OH gələndə buradakı OH, buradakı H-ı götürür, su alınır və qarışqa turşusunun metil efiri oldu, düzdür. Yenə eyni şəkildə burada da OH-la H-ı götürürlər və
turşunun deməli nə metil efiri, yəni eyni şəkildə burada H brom, OH-dan H götürülür və yerinə brom gəlir. C variantı düzdür və bilirik ki, spirtlərin oksidləşəndə aldehid alınır birli spirtdən, amma ikili spirtdən keton. Burada birli spirtdir. Oksidləşdi, üzərinə kuprum oksid gəldi, aldehid alındı, düzdür. Amma bir dənə Y variantına baxın. CH2OH-ın üzərinə natrium gələndə CH3O natrium və hidrogen alınır. Ancaq belə bir birləşmə düzgün deyil. Y doğru deyil. İndi baxaq 51-də yenə doğru deyil olanı istəyir. Burada da Y variantı doğru deyil uşaqlar. Amma digər variantlara gəlin baxaq. Bəli. CH5OH üzəri CH5OH gələndə nə alındı? Dietil efiri düzdür. Yenə birli spirt oksidləşdi, kuprum oksid gələndə aldehid alındı. B də düzdür. Burada efirləşmə reaksiyası düzdür. Yenə amma baxın, burada düzdür. O hidrogen yerə natrium durur. Görürsünüz, CH5O natrium və hidrogen ayrıldı. Amma YMH xlor gələndə belə bir birləşmə alınmır. OH-ı götürür, CH5 xlor alınmalı idi. 51-də Y səhvdir. Baxırıq 52-ci suala. Nə deyir? Propil və izopropil spirtlərinin ibarət qarışığı yandırdıqda 144 qram su alınıb. Yəni fəslim. Deməli 144 qram su alınıb. Bu zaman neçə mol oksigen qazlı reaksiyada var. Propil və izopropil spirtlərin quruluşları elində düzdür. İkisi də C3H7 OH-dır. Yandırıram ikisində, üzərinə su gəlirəm. C3H7 OH. Tamam, silim. Çünki bunu biraz yazayım. Aha. C3H7 OH üzərinə ikisində oksigen gəlinir və karbon qazı ilə alınır, su alınır. Biz bunu əmsallaşdıranda, deməli, birbaşa əmsallaşdırıram. 2 bura düşür, 9 bura düşür, 6 bura düşür, 8 mol su da bura düşür. İndi baxın, elə 2 gördünüz propil oldu, yəni ikisini də yazdıq. Deyir 144 qram su alınıb. Suyun başına yazıram. Neçə? 144 qram su alınıb. Deyir bu zaman neçə mol oksigen qazı? Bilmirəm. X mol oksigen qazı, amma suyun burada kütləsi 8 vuraq 18 qədərdir. Bu zamanda neçə oksigendir? 9 mol. Tənasibimizi qura bildikmi? Bəli. 9 da buradan eləyir deməli. X da buradan eləyir elə 9. Cavabımız elədir C variantı. 53 də həmin qaydadır. İndi gəlin bu X-ları silək buradan. Görək burada nə deyir bizə. Deməli deyir ki, propil və izopropil spirtlərini ibarət qarışığın 30 qramını yandırdıqda, deməli bunun kütləsi 30 qramdır bu səfər. Bura yazdım 30 qram. Yandırdı, neçə qram su alınır? X qram su alınır. Amma burada bunun kütləsi 2 vuraq 60 qədərdir. Yəni 120 qədərdir. Və neçə qram su alınıb? 8 vuraq 18 qədər su alınıb. 30-a da X-dır. 4 dəfə deməli azaltmalıyıq. Eləyir 36. X-imiz elədi 36. 53-də cavabımız elədi C variantı. 54-ə baxaq. Düzgün sayın. Aha, deyir ki, sırada yalnız bir atomlu spirt. Yəni bir atom versə bir OH axtarmalıyıq. Bax 2 OH var, A getdi. Sonra C-də 3 OH var, getdi. Sonra Y-də 2 OH var, getdi. Düzdürmü? Və spirt istəyir burada. Bu aldehiddir, getdi. Qaldı cavabımız B variantı. 55. Metanol sınayda hansı reaksiya ilə alınır? Metanol sintez qazı. Düzdürmü? Üzərinə hidrogen gəlinir, buradan alınırdı C3H8. Deməli, karbon monoksid üzərinə hidrogen gəldi, metanol sınayda alınması reaksiyası oldu. Etanol sınayda hansı reaksiya ilə alınır? Glukozanın qıcqırmasından alınır uşaqlar sınayda. Karbon qazı ilə etanol spirti alınır. Buradan qıcqıracaq karbon qazı və etanol spirti, yəni C2H5OH. Əmsallaşdırma isə bura 2, onda burada 2 düşür. Cavabımız elədi D variantı. 57-yə baxırıq indi. Birli, ikili, üçlü spirt. Düzdür, birli
Yəni OH5-in karbon 1 karbonla birləşsin, ikili 2 karbonla birləşsin, üçlü 3 karbonla birləşsin deməkdir. Baxaq, deməli ikisini də götürməliyik, düzdür? Sayını göstərir. Sayını istəyir. Bax, burada OH biləşən karbon 1 karbonla birləşir. Bu birlidir, 1 yazdım. OH biləşən karbon, bu karbondur. Bu da yəni 1 karbonla birləşir, birlidir. OH biləşən karbon budur. Bu da 3 karbonla birləşib, üçlüdür. OH biləşən karbon 2 karbonla birləşib, ikilidir. OH biləşən karbon OH budur. Birləşən karbonumuz budur. Bu da 2 karbonla birləşib, ikilidir. OH biləşən karbonumuz budur. Bu da 2 karbonla birləşib, ikilidir. Deməli, birli 2-dən oldu, ikili 3-dən oldu, üçlü 1-dən oldu. Deməli, birlimiz 2 dənə, ikilimiz 3 dənə, üçlümüz 1 dənə, cavabımız elədir D variantı. Dörtlü karbon atomu olan bir atomlu spirt. Bir atom deyirsə, bir OH axtarmalıyıq. Gəlin baxaq. Bir OH var, tamam. Bir OH var, tamam. Bir OH var, tamam. D'də də bir OH var. Görək, Y'də də bir OH var mı? Y'də 2 OH var. Y getdi. Y'miz eləndi. İndi gəlin digər variantlara baxaq. Dörtlü karbon atomu olsun. Deməli, gəlin baxaq. D variantına baxın. Belə bir dörtlü karbon atomumuz var və OH karbon 3 karbona birləşib üçlü spirtdir. Deməli, gəlin baxıq 59-a. Nə deyir? Deyir ki, üçlü karbon atomu olan bir atomlu və ikili spirt olsun. Ancaq üçlü karbon atomu da olsun, bir atomlu olsun və ikili spirt olsun. A'ya baxın, bir atomlu bir OH var. Düzdür. Görək ikili spirtdirmi? Bəli, OH biləşən karbon biri buradan, biri buradan 2 karbonla birləşib. Görək üçlü karbon atomu var. Bəli, bu üçlüdür. 1 karbon, 2, 3. Cavabımız elədir ilə A variantı. 59 oldu. A variantı. 60-da hansı spirtin kuprum oksidləşməsinə aldehid alır? Olar. Birli spirtlərdən üzərinə kuprum oksidləşəndə aldehid alınır. Görək hansı birli spirtdir uşaqlar. C variantına baxın. 2 metil butanol 1. Gəlin C variantını göstərək. Deməli, birli spirt üzərinə kuprum oksid gələndə aldehid alınır. İkili spirtdən keton alınır. Üçlü spirtdən alınmır. Göstərirəm indi sizə. Aldehid almaq olar C variantından. Düzdürmü? İndi deyir 2 metil butanol 1. 1, 2, 3, 4. İkincidən metil çıxardıram. CH3. Birincidən də OH. Gördünüzmü? OH biləşən karbon budur. Bu da bir karbonla birləşib. Cavabımız C. Bir aldehid alınmasın. Yəni bu zamanda biz birli olmayan spirt seçməliyik. O da B variantı. Çünki butanol 2. Gəlin göstərim. 1, 2, 3, 4. Üçüncüdən metil CH3. İkincidən də OH. Gördünüzmü? OH biləşən karbon bu karbondur. Bu da 2 karbonla birləşib. Biri burada, biri burada. Deməli, ikili spirtdən aldehid yox. Nə alınır? Keton alınır. 62-də hansı reaksiyada deyir spirt alınsın? Düzdür. Biz dedik natrium OH spirt gələndə alken alınır. Su gələndə spirt alınır. Natrium kloru götürür. CH5 OH alınır. Bu da nədir? Etil spirtdir. Cavabımız oldu B variantı. 63. Deyir ki, doymuş bir atomlu ikili spirtlərdə karbon atomlarının minimum sayı neçədir? Deməli, baxın, bunu silək. Bir atomlu spirtdə, ikili spirtlərdə özü deyir. Bax, bir karbon götürürəm, buna bir OH birləşdirirəm. OH birləşən karbon ikili spirtlərdə 2 karbonla birləşməlidir. Burasına 1 yazıram, burasına 1. Yəni minimum belə ola bilir uşaqlar. OH birləşən karbon 2 karbonla birləşdirdim və bir atomlu spirtdir. Deyir karbon atomları minimum sayı neçə oldu? 3 oldu. İndi D variantına 64-ə baxaq. Doymuş bir atomlu üçlü spirtdə. Deməli, bir dənə karbon çəkirəm, bunu OH birləşdirirəm və bu karbon özü 3 karbonla birləşməlidir ki, üçlü spirt olsun. Birini bura çəkək, birini bura, birini də bura. Neçə karbon oldu? 4 karbon oldu. Deməli, 64-də də oldu cavabımız A variantı.
65-də deyir ki, hansı maddələrlə reaksiyada kuprum oksidləşdiricidir? Oksidləşdirici var idi, reduks edici var idi. Oksidləşdirici deməkdir, üstü azalırsa, yəni oksidləşmə dərəcəsi azalırsa, bu oksidləşdirici idi. Yox, əgər oksidləşmə dərəcəsi artırsa, bu reduks edici idi. Və birincini gəlin yazaq. CO-nun üzərinə gəlirəm kuprum 10. Nə alınır buradan? Kuprumdan karbon qazı. Düzdürmü? Kuprum burada 0-dır, burada müsbət 2-dir. Azaldı. Nə oldu? Oksidləşdirici oldu. Düzdür? Deməli, 1-i götürdük. İkincidə, deməli, bu nədir bizdə? Birli spirtdir. Düzdür? C2H5OH. Üzərinə də kuprum O gələndə nə alınır? Aldehid alınır. CH3, CHO. Və kuprum bir də alınır su. Suyu da belə yazdım. Uşaqlar, baxın, kuprum burada 0-dır, burada müsbət 2-dir. Eyni zamanda bu da oksidləşdirici oldu. Düzdürmü? Üçüncüyə gəlin baxaq. Nitrat turşusu. Kuprum O-nun üzərinə gəlirəm. Nitrat turşusu HNO3 və bu zaman nə alınır uşaqlar? Duz alınır. Kuprum NO3 2 və su alındı. Burada isə oksidləşmə dərəcəsi dəyişmir uşaqlar. Burada da müsbət şəkildə, burada da müsbət 2-dir. Deməli, 3-ü götürmürük. Cavabımız eləyir 1-lə 2. Gəldik 66-ya. Deyir ki, molekulunda n sayda karbon atomu olan sinif maddələrinin 1 molun oksigeni tam yamasından n plus 1 mol su alınır. Deməli, bax, nə qədər su alındı? N plus 1 su, yəni H2O. Burada nə qədər hidrogen oldu? 2-yə vurdu, hidrogen sayı 2-dir. 2N plus 2. Baxın, variantlarda verib bir atomlu spirt, alken, karbohidrogen, aromatik karbohidrogenlər, sikloalkanlar. Uşaqlar, hansı formulda 2N plus 2 hidrogen var? Bir alkanlarda, yəni CnH2 plus 2 formuluydu. Düzdürmü? Bu alkanların formuluydu. Bir də spirtlərdə də göstərdik ki, bayaq CnH2 plus 1 ya OH olur, ya da CnH2 plus 2 o. Bu nədir? Doymuş bir atomlu spirtlərin ümumi formulu. Alkan verilməyib, deməli onu doymuş bir atomlu spirt götürərik. Cavabımız elənir 66-da A variantı. 67-də deyir, hansı doymuş bir atomlu spirtdən alınmış sadə efir nisbi molekul kütləsi neçədir? Deməli 74-dür. 7-ci suala baxaq. Uşaqlar, deməli biz yazırıq bura 2 mol, düzdürmü? CnH2 plus 1 OH. Sonra biz bilirik ki, temperatur 140 dərəcədən kiçik olarsa, nə alınır? Sadə efir alınır spirtdən. Və bu zaman deməli alınacaq, buradan yazıram, CnH2n-1 O, bir də yenə CnH2n-1 O və bir də su almışıq. Bir də su alındı. Balacandıra bilərəm. Tam görsənsin deyirəm. Aha. Deməli, gördüyünüz kimi spirtdən sadə efir alındı və su alındı. Bizə deyir ki, nisbi molekul kütləsi 74 qramdır sadə efirin. Molekul kütləsi 74-dür. Gəlin, biz bilirik ki, reaksiyanın sağındakıların cəmi solundakıların cəminə bərabər, düzdür. Gəlin, biz soldakı spirtin kütləsini tapaq. Bu eləyir 28 n üstə gəl 36.
Sadi bərabər edirəm. Sadi efirim 74. 1 mol da su üstünə gəlirəm 18. Enim də buradan çıxır deməli 2. Yəni formul oldu C2H5OH etil spirti. 68 də həmin qaydadadır. Deyir ki 46-dır. Yenə 28 en üstə gəl. 36-nı bərabər eləyirəm. 46 üstə gəl 18-ə. Buradan enimiz çıxır deməli 1. Bizdən də zaten karbon atomu 1. Cavabımız elədi D variantı. Baxaq 69-a. Bizdən deyir propanol 2 və metil etil efirini istəyir. Uşaqlar, gəlin bunları çəkək, ikisini də göstərək. Silək. Bax, propanol 2 deyir, düzdür. Nədir belə? Silə bilmirik. Nəysə, dəqiq aşağı düşüm ondan. Propanol 2 deyir, düzdür. Bir propanol 2-ni çəkməliyik, bir də metil etil efirini çəkməliyik. Propanol 2-ni çəkirəm, 3 karbon. İkincidən də OH çıxdı. Hidrogenlərini tamamlayıram. CH3, CH, CH3. İndi gəlir metil etil efirini çəkir. Buradan da metil etil efirini çəkirəm. Bax, bu bizdə 1-dir. Bura orta olsun 3, ikisinə də aid olan. Burada 2 metil etil efirini çəkir. Metil etil efirini çəkirəm. CH3, O, bir də etil, yəni CH2, CH3. Bu da ortaq. İndi gəlin göstərək bunu, yəni dəyişim. Bizə nə deyir? Deyir, molekulun 2 metil qrupu var. 2 metil qrupu var. Ancaq burada da biri metildir. Biri də burada da metil var ama. Yəni 2 dənə CH3 ikisində də var. Deməli ortaya yazıram. 1 getdi ortaya. İkinci 9 polyar kovalent rabitəsi var. Deməli 9 polyar kovalent rabitə nə deməkdir? Yəni karbon hidrogen. Yəni hidrogen sayını götürməliyik. Burada 3, 6, 1. Deməli 3. Bunun ümumi formulunu yazsaq, eləyir C3H7 OH, düzdürmü? Burada isə uşaqlar, deməli, neçə karbonumuz var? 3 karbonumuz var. Hidrogen sayına baxırıq, deməli, 3, 3, 6, 2, 8, o, eyni formuldadır. Ancaq polyar kovalent rabitə sayı 9 dənə, bu ikinci gedir bizdə propanol 2-yə. 8 hidrogen atomu var. Bu hər ikisinə. Gördünüz ki 7, 1, 8, 8. İkisinə də getdi. 3'ü buraya yazdım. 8 karbon hidrogen sigma rabitəsi var. Gəlin baxaq. Burada 3'ü var. Burada 3'ü var. 6. Burada da 2'si var. 8. Cavabımız 4'də getdi. 3-cüyə, 2-ciyə. Deməli, birinciyə oldu 2, ortaya 1 ilə 3, üçüncüyə də getdi 4, ikinciyə də getdi 4. Ancaq fikir verin, 2 ilə 3-ün yerini burada dəyişib, siz çaşmayasınız. Üçüncüyə 1-3'ü götürdük, ikinciyə də 4'ü götürdük. Cavabımız elə 69'da D variantı. 70'də propilen hidratlaşmasından hansı maddə alınır? Gəlin propileni çəkək və üzərinə su gələk. Propilen 3 karbon, birincidən 2 qat çıxartdıq, CH2, CH, CH3, üzərinə də su gəldi, oldu CH3, 1 qat, CH, aşağıya 1 OH, sağında 1 CH3, o da C variantında göstərildi. 71'də hansı reaksiya üzrə ikili spirt əmələ gəlir? Uşaqlar,
Deməli, hansı reaksiya üzrə ikili spirt alınır deyir 71-ci sualda. Yəni, nə deməkdir? OH bileşən karbon 2 karbonla birləşən axtarırıq, düzdür? Aldehidlərin üzərinə hidrogen gələndə biz birli spirt alınır. Burada yenə nə alınır uşaqlar? CH3, CH2, OH. Bu da yenə birli spirtdir, B getdi. Kalium H su gələndə spirt alınır. Ancaq burada kalium xlor götürülür və xloru yenə OH yazılır və bu bir karbonla birləşir. Bu da birli spirt olur. Amma Y variantını gəlin çəkək. Bax, CH3 olduğu kimi çəkirəm. CH, 2 xətt CH2, üzərinə də su gəlirik. Və OH hidrogen çoxu OH-da aza birləşir. Yəni, bura OH birləşdirərəm. P-də qırıldı. Burada CH3 birləşdirirəm. Gördünüz mü? OH birləşən karbon budur. Bu da 2 karbonla birləşir. Deməli, ikili spirt. 72-də nə deyir? Deyir 11,2 metr kubu karbon monoksiddən normal şəraitdə 50% çıxımı neçə kiloqram metanol almaq olar? Uşaqlar, karbon monoksid CO-dur. Üzərinə H2 gəlirik. Nə alınır? Metanol, yəni metil spirt alınır. CH3, OH. 11,2 deyir. Bunun başına yazdım 11,2. Bilmirəm nə qədər alınır. X qram. Ancaq CO 1 mol, yəni 22,4 olanda neçə qram CH2OH alınır? 1 mol, yəni 32. 11,2 X, 22,4, 32. X-imiz də buradan eləyir 16. Bizə deyir 50% çıxımdır. Deməli 16-nı da biz 50%-ini tapırıq. 50-yə vurub 100-ə bölürük. Eləyir 8 qram. Cavabımız oldu 8 kiloqram Y variantı. 73-də nə deyir? Gəlin baxaq. Deyir hansı reaksiya doğru deyil. Uşaqlar 140 dərəcədən böyükdürsə, yəni 180 dərəcə deyib də nə alınırdı? Alken alınırdı. Amma burada efir alınır. Elə A doğru deyil. Ancaq B düzdür. Birli spirtin üzərinə kuprum oksid gələndə aldehid alınır, kuprum və su alınır. Burada da efirləşmə reaksiyasında OH hidrogen götürür, su alınır. Oksigen yananda, yəni spirt oksigen yananda karbon qazı su alınır və etil spirtdə deməli dibinil, su, hidrogen, bəli, bu da düz reaksiyadır. Ancaq A doğru deyildir. 74-də deyir doğru deyil. Biz bilirik ki, üzərə natrium gələndə hidrogen natrium yerini dəyişir. Bu düzdür. Amma kuprum gələndə belə bir reaksiya mövcud deyil. Ona görə elə B səhvdir. 75-də deyir üçlü spirt alınsın. Düzdür. Uşaqlar, buradan üçlü spirt alınacaq Y variantına. Niyə? Deməli, burada gördüyünüz kimi bir dənə buranı saraldaq. Bu hissəni. Belə olanda heç xoşum gəlmir. Yaxşı, gəlin yazaq. Hər dəfə şans verirəm, hər dəfə də belə eləyir, eyb olmaz. Deməli, baxın bu hissə. Hidrogen çoxa OH aza birləşir. C2H5, bir xətt karbon. Deməli, ikinciyə, yəni bura OH birləşdirərəm. Çünki burada hidrogen azdır, ancaq bunda çoxdur, CH3 çoxdur. Gördünüz mü? OH birləşən karbon budur. Bu da 3 karbonla birləşib üçlü spirt oldu. 6 deyir, hansı ifadə etil spirtinə aid deyil. Deməli, suda yaxşı həll olan rəngsiz mayedir, bəli. Amma mis 2 hidroksidə reaksiya daxil olurmu? Xeyr, daxil olmur. Hidroksiddir. Kuprum oyan daxil olmur, mis 2 hidroksidən reaksiya daxil olmur. Natrium reaksiya daxil olmur, bəli. Hidrogenlə əvəz olunurlar, hidrogen qazı ayrılır. Suda məvzu indikatorlar təsir etmir, bəli. Gömgül alovda yanır, bəli, düzdür. Propanol 1,3 hansı ifadə doğrudur? Propanol 1 nədir? Yəni OH birincidən çıxsın. Bax, burada belə. OH nədir? Natrium reaksiya daxil. Həmçinin biz qapalı da yaza bilərik. CH7 OH şəklində də yaza bilərik propanolu. İndi gəlin oxuyaq görək hansı doğrudur, hansı səhvdir. Deyir, natrium reaksiya daxil olmur, xeyr, daxil olur, bir səhvdir. Mis 2 hidroksitrakil oksidləşdə aldehid alınır. Bəli, niyə? Çünki birli spirtdir. Molekuluna 8 hidrogen atomu var. Bəli, 7, 1, 8 elədir. Cavabımız 2, 3, C variantı.
78-də nə deyir? Yenə propanol 2 üçün doğru olanlar deyir. Propanol 2-də də bu şəkildə. OH ikincidən çıxır. İndikatorlara təsir etmir, bəli, düzdür. Molekula hidrogen atomu var, xeyr, 8 hidrogen oldu. CH7 OH-da 2 səhvdir. Ancaq su ilə reaksiyasının, propilenin su ilə reaksiyasının alınırmı? Bəli. Baxın. Bura 2 qat yazsaq, düzdürmü? Bu eləyir H2, bu H, bu da H3. Düzdürmü? Üzərinə də su gələndə uşaqlar, hidrogen çoxa, yəni birinciyə, ortaya da bir OH birləşdirirdik biz. Düzdürmü? Həqiqətən də propanol 2 alındı. Deməli, 1-lə 3 cavabımız elədi D variantı. 79-da hansı maddənin hidratlaşmasından 3 metil pentanol 2 alınır? Y variantından niyə? Gəlin göstərək. Gördüyünüz kimi burada bu hissəni götürürük. Hidrogen hansına çoxdur? Birincidə. Deməli, bura yazıram CH3. İkinci CH-dır. Bura OH birləşdirirəm. Qalanda olduğu kimi köçürdürəm. CH, CH3, CH2, CH3. Gördünüzmü? Nömrələsək, əgər biz bunu 1, 2, 3, 4 və 5 pentanoldur. İkincidən OH çıxıb, üçüncüdən də metil. Ona görə cavabımız elədi 79-da Y variantı. Buna baxaq, etil spirti yazıram. C2, H5OH. Dimetil efiri də yenə eyni şəkildədir. Baxın, buradan yazaq. CH3O, CH3. İndi bizə deyir ki, izomerdilərmi? Əlbəttə. Molekulun 8 sigma rabitəsi var. Bəli, ümumi atomlara baxın. 1 vaid az 8 sigma. Ümumi atomlardan 1 vaid az elə sigma sayını göstərir. Adi şəraitə qaz halına mayedirlər. Adi şəraitə qaz halında maddələrdir. Xeyr, maye halındadır ikisi də. Düzgün olan 1-dən 2 oldu. Cavabımız B variantı. 81-də doğru deyil. Keyfiyyət tərkiblərindən yuxarı qaldırın. Yəni, yuxarıdakılardır bu ikisi. Keyfiyyət tərkibləri eynidirmi? Uşaqlar, bəli, ikisinə keyfiyyət tərkibi eynidir. İkisinə 2 karbon var, 6 hidrogen var, 1 oksigen var. Molyar kütlələri də o zaman eyni olar. Çünki karbon, hidrogen, oksigen sayı eynisə, molyar kütlə də eyni olar. Ayrıca qaz halında xeyr, maye halındadılar. 3-də deməli bizdə səhv oldu. Yəni bizdən səhv istəyir zaten. Oldu A variantı. 82-də hansı reaksiyada izopropil spirti alınır? Gəlin baxaq. Birincidən uşaqlar, birincidən birinci hidrogen, ikinciyə OH birləşir. Bax, CH3, CH, buradan OH birləşdi. Burada CH3 oldu. Bəli, deməli, bu bizdə izopropil spirtidir. Bir düzdür. İkinciyə xlor natriumu götürür və bura OH yaranır. Bu da izopropil spirti olur. Ancaq burada xlor burada dayananda bu izopropil spirti alınmır. Deməli, cavabımız 1-lə 2 oldu. Ortada olmalıdır OH-ımız ki, izopropil olsun. Baxın, indi buradan eləcə propil istəyir. İzo istəmir, şaxı istəmir, yəni. Onda biz ortadakıları çıxardaq. Bax, ikincini çıxardıram. Burada da eyni şəkildə izopropil olurdu. Cavabımız elədi yalnız bir Y variantı. 84-də hansı birləşmələr natriumun adi şəraitdə reaksiyaya daxil olur? Uşaqlar, yadınızda saxlayın. Natriumun adi şəraitdə alkanlar daxil olmur. Sadəcə alkinli bromidlər, məsələn, C3H7 brom məsələn daxil olurdu Würz reaksiyası ilə. Amma C3H8 alkanın özü natriumdan girə bilməzdi. Ya da butenin özü həmçinin. Ona görə cavabımız etanol. Amma məsələn dedi ya C2H5 OH-dır da bunun quruluşu. Üzəri natrium gələndə nə alınırdı? C2H5O natrium alınırdı. Hidrogen də çıxırdı. Ona görə daxil olan etanol yalnız 1.